Salam hər kəsə. Bugün sizinlə qırmızı qarağat mürəbbəsinin videosunu bölüşmək istəyirəm. Meyvələri yaxşıca yudum, sonra saplaqlarından çox gözəl və ehtiyatlı bir şəkildə təmizlədim. Tam təmizlənmiş şəkildə 1 kilo meyvəm var və şərbət hazırlayıram. Bunun üçün 900 qram 1 kilo arası şəkər tozu istifadə etmək olur. Əlavə edirəm ləyənə, 1 su stəkanı su əlavə edirəm. Aramla qarışdıraraq əvvəlcə çox az xodda şərbət hazırlayıram. Pıqqıldayandan sonra, qabacıqlar əmələ gələndən sonraki qaynayır şərbət, artıq meyvələri əlavə etmək olar. Meyvələri əlavə edirəm, kənarından ləyənə silkələyərək bir-birinə tam qarışmasını təmin edirəm. Daha sonra artıq qazın xodunu yavaş-yavaş artırıram və maksimumda bu cür poqqıldayıb qaynara düşəndən sonra saata baxıram. Cəmi 10 dəqiqəyə mürəbbəmiz hazırdır. Yüksək xodda hazırlayırıq ki, deməli şirəsi mət halına düşsün, tərkibində su qalmasın. Və gördüyünüz bu qaydada yaxşıca köpükləndirib qaynadırıq. Çox cüzi limon duzu da əlavə etmək olar və mürəbbənin tam hazır olub olmadığını salfet solu ilə yoxlayıram. Deməli mürəbbədən bir neçə damla salfetə damladıram. Əgər dərhal hopursa, canına çəkirsə salfet məti, deməli hələ hazır deyil, tərkibində su var. Bir neçə dəfə yoxlayıram əmin olmaq üçün və gördüyünüz kimi həmin etaplarda sizə göstərirəm. Və budur. Nəhayət, baxın, damla şəklində salfetdə qaldı və salfetə hopmadı. Deməli, artıq mürəbbəmiz hazırdır. Qazın xodunu deməli söndürürəm ümumiyyətlə və köpüyünü alıram, yaxşıca kənarından silkələyirəm, ortaya yığıram. Həm kəfkir vasitəsilə, həm də salfet üsulu ilə klassik qaydada bu cür kəfini yığıram. Siz də eyni edə bilərsiniz. Çox gözəldir, çox faydalıdır və üstəlik də mövsümüdür. Siz də hazırlayın, mütləq nuş edin, videomu like edin, rəylərinizi yazın, videomu paylaşın. Qayd edin eyni zamanda, yəni yaddaşa atın ki, itirməyəsiniz. Bu da mürəbbəmin isti halı, rəngi də çox gözəldir, özü də bu qatlığı yaxşıdır. Çünki mən tam soyuyandan sonra mürəbbəni yığıram bankalara, soyuyandan sonra da tam normal qatıqlığa gəlir. Bankalar xüsusi sterilizasiya etmirəm, yuyulub qurudulmuş bankalardır. İçərisinə əlavə edirəm, tam ağzına qədər doldururam və streçlə örtürəm. Streçin məqsədi illərdir bu üsuldan istifadə edirəm. Sadəcə çox gözəl sığortalayır, hava keçmir və təzə qapaqlardan istifadə edirik, möhkəm sıxırıq. Belə, videomu bəyənin, like edin, kanalıma abunə olun, rəylərinizi mənimlə bölüşün. Siz necə hazırlayırsınız? Yeni videolarda görüşmək ümidi ilə salamat qalın.